Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 7-ci sinif mövzusu olan bir ədədlərin bölünməsi mövzusunun suallarına baxacağıq uşaqlar. Biz misal nömrə 9-a kimi izah eləmişdik. Əvvəlki videomuzda indi 10-dan 20-yə qədər olan sualların izahına baxacağıq uşaqlar. Deyək ki, məhculu tapın deyir uşaqlar. Burada baxan kimi görsənir ki, burada nə olmalıdır? 7 üstü 10 olmalıdır ki, ondan 2 çıxdığımız zaman 8 alınsın. Burada uşaqlar baxın 11 üstü 3 olmalıdır ki, altdan 3 çıxanda 3 eləsin. Burada bizə A-nı tap deyir. 9, 12 deməli burada uşaqlar nə olmalıdır? Məsələn 45 üstü 21 olmalıdır ki, 21-dən 9 çıxdığımız zaman cavabımız neçə eləsin? 12 etsin uşaqlar. Bu şəkildə baxmamız lazım. Deyir ki, həndəsə aid bir sualdır. Düzbucaqlı paralelepipedin həcmi. Həcm nə hərfindən işarə olunur uşaqlar? V hərfindən. V bərabərdir 12. X-in kvadratı Y-dir. Bir hədisi ifadə olunmuşdur. Onun hündürlüyünü tapın. Uşaqlar, həcm düsturu belə etdi uşaqlar. A vur B vur C. Yəni burada C yenə H da yaza bilərik, yəni hündürlük. Uşaqlar, fərz bura A-dır, bura B-dir, bu da H-dır. Yazıram uşaqlar, 12 həcmin yerinə 12x kvadratı vursun Y yazıram. A-nın yerinə 6x, B-nin yerinə 2y, bir də vurulsun H. Uşaqlar, buradan 12x-in kvadratı vurulsun Y bərabərdir 12xy vurulsun H. Uşaqlar, baxın bu bərabərliyin ödənməsi üçün, baxın burada 12 varmı? Var. Y varmı? Burada x-in kvadratıdır, burada x-dır. Hə, deməli mənim bu h-ım x olmalıdır ki, burada x-i x-a vuranda bu x-in kvadratı alınsın. Deməli h olacaq nə? X olmalıdır. 12-ci sualda uşaqlar, biz bilirik ki, burada qüvvətləri toplasam ilə x üstü 4 alınacaq buradan. Burada uşaqlar, baxın, a üstü 9 olacaq, 9-dan 0 çıxsam. Burada uşaqlar, m üstü 0 1 deməkdir. Burada k üstü 7, yəni k üstü 7-də 1 olacaq. N üstü 0 yenə 1, burada 1 oldu uşaqlar. Birdən də 1 çıxana nə oldu cavabımız? 0 şəklində olacaq. Burada da 1 cavab elədi 2. Sonra gəldi 13-cü suala. 13-cü sualda da uşaqlar, əgər bölmədirsə, biz nə etməliyik? Çıxmalıyıq. Yazmalıyıq. Məsələn, A variantında 7 üstü n üstə gəlinsin 1 çıxılsın n şəklində olacaq. Burada n-lər islah oldu. 7 üstü 1, bu da 7 deməkdir. B variantına baxsaq, A üstü k. Uşaqlar, baxın, çıxılsın. Bu k minus 1-i harada yazmalıyıq? Mötərizədə. Niyə uşaqlar? Çünki ifadə kimi verildiyi zaman hökmən mötərizədə yazılmalıdır ki, bu mənfi işarələri əksinə dəyişir. K çıxılsın, K üstə gəlsin 1 şəklində olacaq. Bunlar getdi islaha. Burada alındı A üstü 1 şəklini alacaq. Sonra gəldik C variantına. C variantında da uşaqlar, baxın, 11 üstü A üstə gəl 2 çıxılsın A minus 1 şəklində olacaq. Burada 11 üstü A üstə gəlsin 2 çıxılsın A üstə gəlsin 1 olacaq. Bunlar getdi islaha. 11 üstü 2 üstə 1 gəndə 3 elədi cavabımız uşaqlar. Gəldik D variantına. Baxın, D variantında da 3 üstü M üstə gəl 4 çıxılsın. M minus 5-i mötərizədə yazmalıyım. Bir də üstə gəlsin 10. Burada 3 üstü M üstə gəl 4 çıxılsın M üstə gəlinsin 5 üstə gəlinsin 10 şəklində olacaq. Baxın, bu M-lər islah oldu. Burada 3 üstü 4-ün üstə 5 gələn 9, 9-ün üstə 10 gəldi də cavabımız elədi 19. Y variantında isə uşaqlar 4 üstü A çıxılsın açıq 7, bir də çıxılsın bu da 0-dır uşaqlar. Belə də yaza bilərik. Burada 4 üstü açıq üstə gəl 7, burada 0 heç yazmağa ehtiyac yoxdur. Bunlar getdi uşaqlar. Cavabımız elədi 4 üstü 7. Sonra gəldik M üstü A üstə gəl 1 çıxılsın A minus 2-ni yazırıq. Buradan A üstə M üstü A plus 1 çıxılsın A üstə gəlsin 2 olacaq. Bunlar getdi. M üstü 3 olacaq cavabımız uşaqlar. Bu şəkildə alınacaq. 14-cü suala baxsaq, deyək ki, ifadəsində M və N-nin yerinə elə ədəd yazın ki, qismətin dərəcəsi 8 olsun uşaqlar. Gəlin baxalım. Yəni mən A üstü, baxın 14-cü sualda N üstə gəlinsin, N üstə gəlinsin 1 çıxılsın M olmalıdır. Yəni deyək ki, A üstü neçə alınsın? 8. Uşaqlar, baxın, əgər əsaslar eynidirsə qüvvətlər də eyni olmalıdır. Yəni N üstə gəl 1 çıxılsın M bərabər 8 olmalı. Mən biri bu tərəfə atsam, N çıxılsın M
bərabərdir 7 olmalıdır uşaqlar. Aha, burada mən də n-ə və m-ə nə yazsam 7 alınır. Məsələn deyirəm, 13, 6. Ola bilərmi 13-dən 6 çıxsam 7. Nə bilim 13. Alınır mı? Alınır. Yəni mən məsələn n-in yerinə məsələn 15, m-in də yerinə nə yaza bilərəm? 8 yazıb hesablaya bilərəm. Yenə də 7. Bax 15-dən 8 çıxanda 7 alındı. Bu şəkildə olacaq. Məsələn deyək ki 11-ə bərabər olsun. İndi mən bu ifadəni baxın uşaqlar, bu ifadəni 11-ə bərabər eləməliyəm. Yazıram ki n üstə gəl 1 çıxılsın n bərabərdir 11-ə. Buradan n çıxılsın n bərabər 10 olmalıdır. Nə ola bilər? Məsələn 13 çıxılsın 3. 10 eləyərmi? Edər. Sonra başqa nə yaza bilərəm? Məsələn 20 çıxılsın məsələn 10. 10 edərmi? Bəli. Yəni bunlar m-nin qiymətləridir uşaqlar. Yəni bu şəkildə 2 ədəd götürürsünüz ki, cavab neçə olsun? 10, 11 deyil. Bizə mən 10 yazdım amma. Hə, burada biri çıxmışıqdır uşaqlar. Əla. Sonra məsələn 7-yə bərabər olsun deyəni bu şəkildə həll etməmiz lazım. 15-ci sualda isə deyir ki, n-in istənilən natural qiymətinin aşağıdakı verilən kəsilərin qiymətinin natural olduğunu əsaslandırın deyir aşağılar. Aha. Gəlin məsələn baxalım aşağılar. Necə əsaslandırma? Bunu isbat etməmiz lazımdır. Yəni burada 9-dur. Uşaqlar baxın n bir natural yaz. İstənilən natural qiymətində deyir uşaqlar. Baxın. Gəlin ən kiçik ədəd verəyim. Məsələn 10 n-i 1 yazıram. 10 üstü 1 çıxılsın 1 9. Nə oldu uşaqlar? 10 çıxılsın 9, 10 çıx 1 bölünsün 9. Neçə elədi? 9 böl 9. Neçə elədi? Cavabımız 1 elədi. Hə, ödədi. Bəs yaxşı 2 yazsam nə olar? 10 üstü 2. 10 üstü 2 neçə deməkdir? 100. 100-dən 1 çıxdım. Neçə elədi aşağılar? 99. Bölünsün 9 alındım 11 alındı. Ha, oldu yenə də. Məsələn 10 üstü 3 yazsam. Uşaqlar 10 üstü 3 1000'dir. 1000'dən 1 çıxsın 999 bölünsün. Baxın 111. Baxın birinci 1 sonra 11 111. Hə, deməli aşağılar mən onu qüvvətə yüksəltdiyim zaman həmişə sonu 0 olan bir ədəd olacaq. Sonra mən onu 1 çıxanda həmişə məsələn 9 99 999 9999 sonra 99.999 bu şəkildə gedəcək. Hə, deməli həmişə də 9-a bölünən bir ədəd olacaq uşaqlar. Oldu. Bu şəkildə isbatını etdik. Məsələn B variantında deyir ki bizə 10 üstü n-dir. Yenə də 1 yazağın. 1 8 bölünsün 9-a. Nə oldu uşaqlar? Hə, məsələn burada 18 bölü 9 oldu. Ödədi. Hə, bu niyə ödəyəcək həmişə? Uşaqlar baxın. Biz normalda 9-a bölünmə əməliyyatı necədir? Ədədin rəqəmlər cəmidir. Mən bu 10-u neçə dəfə istəyirsəm qüvvətə yüksəlsəm, istəyir 10 dəfə yüksəldim. Yenə də bunun rəqəmlər cəmi 1-in arxasında 10 dənə 0 olurmu? Bunun rəqəmlər cəmi 1-dir. Burada bir dənə 8 var da. 1 ilə 8 toplanan neçə olur? 9. Rəqəmlər cəmi 9-dur, 9-a bölünəcək. Hə, deməli bu həmişə, yəni n-in istənilən qiymətində, yəni istənilən natural qiymətində həmişə 9-a bölünəcək uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. C variantında da baxın uşaqlar, gəlin 1-dən başlayaq. 10 üstü 1 çıxılsın 4 bölünsün 3 yazıram. Burada 6 bölünsün 3 2 elədi. Baxın ödədi. 2 yazsam 100 çıxılsın 4 bölünsün 3 olacaq. Burada nə olur? 96 bölünsün 3 eləyəsdir. Bu da alındı məsələn 32. Məsələn 3 yazsam n-in yerinə 1000 çıxılsın 4 bölünsün 3 olacaq uşaqlar. Bu da elədi 9900 996 elədi. Bu da 3-ə bölünəcəkmi? Təbii ki bölünəcək uşaqlar. Bu şəkildə görürsünüzmü? Yəni ədəd yazdığım zaman bölünür. Deməli ödəndi uşaqlar. Sonra ədədinin deyək uşaqlar baxın, k-nın istənilən natural qiymətində ədədinin vahidlə qurtardığını, vahid nədir? 1 ilə qurtardığını da deyir ki, tapın. Məsələn 3 4k yazıb elə deyim. 4 vurulsun k ədədinin vahidlə bitdiyini. Uşaqlar normalda gəlin məsələ belə bir şey deyim də mən sizə. Biz burada məsələn 3 üstü 4 neçə eləyir? 81 eləyir. Elə deyim aşağı. Mən bu 4 vur k-nı uşaqlar, 4 vur k-nı. Baxın belə deyək də k-nı vurmuram. Belə bir şey yaza bilərəm də mən əslində. Bunun belə bir qaydası var ki, baxın 3 üstü 4 üstü k yaza bilərəm. Belə olanda bununla bu bir-birinə vurulur. 3 üstü 4 neçə elədi? 81. 81 üstü k.
Şuralar baxın sonu 1 ilə bitən ədədi. Məsələn, adicə 1 üstü 100 yazıram. Neçə olur bunun cavabı 1. Hə, sonu 1 ilə bitən ədədi neçə dəfə istəyirsə özünə vurum, yenə də həmişə sonu 1 ilə qurtaracaq. Qurtardı getdi. Baxın, vahidlə bitdi. Bunun artıq isbatını elədi. Sonra ədədin 3-ə bölünəninin olduğunu tapın deyir. Bu bayaqki yuxarıdakı misala bənzəyir uşaqlar A variantına. Çünki 9-a bölünən ədədlərin hamısı 3-ə də bölünəcək. Məsələn 10 üstü K verilib deyil mi aşağılar? Baxın 10 üstü K'dır. Məsələn 5 yazsam, məsələn 2 yazsam 100 olur. 100-dən 1 çıxanda yenə 99 olacaq. 99 da avtomatik 3-ə bölünəcək də. Yəni bu 15-in A variantına nə demişiksə hamısı da bu şəkildə olmalıdır. Şimdi sonra deyir ki, müqayisəli öyrənin. Deyir ki, əgər sənə ədədin 0 ilə 1-in arasında yerləşərsə, 0 ilə 1-in arasında yerləşərsə nə olacaq? Baxın, bir ədəd yazıram. Deyirəm ki, məsələn 2-də 1 ədədi 0 ilə 1-in arasında yerləşirmi? Bəli. Bunları qüvvətə yüksəldir. Bax, birincisi deyir 2-də 1 olsun. Sonra qüvvətə yüksəlt 4-də 1, sonra 8-də 1. Uşaqlar, baxın bir dənə. Burada sizcə hansı ədəd daha böyükdür? Biz bilirdik ki, sürətləri bərabər olan ədədlərdə məxrəci kiçik olan nə olurdu? Böyük olurdu. Məxrəci kiçik olan. Hə, deməli, əgər sənin ədədin 0 ilə 1-in arasında yerləşirsə, onda kiçik ədəd nə olacaq? Kiçik dediyimiz zaman birinci ədəd, məsələn, bunu qüvvətə yüksəldirəmsə, qüvvətə yüksəldir daha da kiçiləcək uşaqlar. Hə, demək ki, artan sayı düz deyir uşaqlar. Deməli, artan sayı düzsən bununca A kubu gələr, sonra A kvadratı, sonra A gələr. Və isbatını da etdik burada. Sonra B variantında deyir ki, bizə A ədədi 0 ilə -1 arasında. Gəlin -2-də 1 götürək. Baxın, biri -2-də 1. Sonra -2-də 1 kvadratı yüksəlsəm 4-də 1 olacaq, müsbət olacaq uşaqlar. -2-də 1-i kuba yüksəldirəm, -8-də 1 olacaq. İndi burada ən böyük hansıdır? Bax uşaqlar, ən böyüyü olacaq A kubu ən böyüyü. Niyə? Çünki ən böyük olmayacaq, üzr sayın. 4-də 1 olacaq. Baxın, A kvadratı ən böyük olacaq. Sonra A kubu olacaq. Biz birlikdə mənfi ədədlərdə kiçik ədəd dediyimiz bu böyük olacaq. Burada 8-də 1 daha kiçik normalde. Onda bu böyük olacaq. Sonra da ən kiçiyi isə A-nın özü olacaq. Hə, deməli, indi burada da artan sayıda düz deyirsə uşaqlar. Ən kiçik hansı oldu? A, sonra A kubu, sonra da A-nın kvadratı şəklində yazmalıyıq. Əgər deyir ki, A birdən böyük olarsa, birdən böyük bir ədəd götürək, təbii ki, uşaqlar artan sıra ilə A kvadratı A kubu olacaq. Niyə? Məsələn, götür 5-i məsələn. 5'in kvadratı 25, 5'in kubu da 125 oldu. Görürsünüz, artan sayıyla yazdıq. -1'dən kiçik olsa uşaqlar, D variantında A kiçikdir -1'dən. Məsələn, deyirəm ki, -2 yazıram. -2, sonra -2'nin kvadratı 4, -2'nin kubu da -8. Bunların içindən ən böyüyü 4 olur. Məsələn, gəlin artan sayıyla yazacaq, ən kiçikdən yazıram. -8, -2 və 4. Bu şəkildə ədəd yazıb qeyd etmək olar uşaqlar. Sonra deyir ki, bizə bir həddini yaz. Uşaqlar, baxın, bunu mən tənlik kimi yazacağım sizin üçün. Daha asan da olacaq. A variantda belə bir sual verib. Bu da məlumdur bizə. Bu da məlumdur, elə deyil mi uşaqlar? Məsələn, mən sənə desəm ki, yazmışam ki, 15 bölünsün hər hansı bir A ədədi bərabər yazmışam 3. Sən burada A-nı necə taparsan uşaqlar? A necə idi? 15 bölünsün 3 yazmalısan, elə deyil mi? Baxın, eyni qayda deməli, onda mən bu ifadəni buna bölməliyəm. Baxın, bu ulduzu tapmaq üçün kəsir xəttində yazıram. 5x üstü 13 vurulsun y üstü 11'i bölməliyəm. 5'də 1. X üstü 6, y üstü 4'e bölməliyəm. Onda nə oldu? 5'i 5'də bölə biləndə 25 düşəcək. X üstü 13, X üstü 6'ya böləndə X üstü 7, Y üstü 11'i də Y üstü 4'ə bölsəm Y üstü 7 şəklində olacaq uşaqlar. Baxın, burada da eyni qaydadır uşaqlar. Yenə də mən bu ifadəni buna bölməliyəm. Bunu artıq siz yazacaqsınız uşaqlar. Eyni qayda ilə bölüb yazırsınız. Məsələn, burada nə etməli uşaqlar? Baxın. Məsələn, mən sizə desəm ki, hər hansı bir A bölünsün 3 bərabər məsələn 7 yazmışam. Burada A-nı necə taparıq uşaqlar? A-nı tapmaq üçün 7'ni vurmalıyım 3 ədədə, deyil mi? 21 eləməli. İndi də siz də bu ifadəni buna vurmalısınız. Mən indi baxın yazıram. Yazırıq ki, bunu buna vurağım da. Yəni bir boşluq ulduzdur burada. Ulduz bərabər. Bunu düzgün olmayan kəsrə çevirəm. 4'də neçə elədi? 15. M üstü 8. N üstü 11, K üstü 7. Vurulsun M, K üstü 4. Şolar baxın. Buradan 4'də 15,
M üstü 8 ilə M üstü 1'i bir-birinə vuranda M üstü 9. Sonra N üstü 11 ve burada K üstü 7 ilə K üstü 4'ü bir-birinə vuranda K üstü 11 şəklini alacaq uşaqlar. Bu da oldu belə. Sonra gəldik 19-cu misala. Deyir ki bizə 1/50'sinin birəsini elə bölmək lazımdır qismətdə yenə 1/50 qalsın. 1/50'sini biraz elə bölmək lazımdır ki deyir qismətdə. Yəni böləndə uşaqlar baxın 8 x üstü 7 2x y yazıb elə deyil mi inşallah. Mən bunları böləndə bunu 4 eləyir. 4 surətdə qalacaq. Burada x üstü 6 burada qalacaq. Aşağıda y qalacaq uşaqlar. 1/50 alınsın deyir. Uşaqlar baxaq bir dəqiqə bu sualda nə deyir bizə? Belə anda bu da 1/50 olmurdu. Biz nə demişdik? 1/50 olması üçün məxrəci dəyişən ola bilməz demişdik. Amma burada məxrəci dəyişən oldu. 1/50'sini birəsə elə bölmək lazımdır ki qismətdə yenə 1/50 alınsın. Biz necə ancaq burada nə biləyik biz bunu? Ancaq burada bir y falan yazmalıyıq ki bu y'lar islah olsun da. Amma burada y verməyib bizə başqa nəsə. 20-ci suala baxsaq, deyir ki, düzbucaqlı şəklində olan həyətyanı sahəsinin uzunluğu 3 dəfə artırılıb, eni isə 2 dəfə azalıb. Sahə necə dəyişibdir deyir aşağıda. Gəlin baxaq. Məsələn, mən belə bir şey deyirəm. Deyirəm ki, bura A olsun, bura B. Sonra belə bir şey olubdur, dəyişilibdir deyirik. Deyir ki, uzunluğu 3 dəfə artıb, olub 3B. Sahə isə 2 dəfə azalıb aşağılar. Yəni A bölünsün 2 olub aşağılar. Birinci bizim sahəmiz A vur B idi. İndi olub S bərabərdir 3 A bölünsün 2 vurulsun 3B'yə. Yəni 2'də 3 AB olub aşağılar. Deyir ki sahə necə dəyişibdir deyir aşağıda. Baxın burada AB deyir 2'də 3 AB olub. Yəni 1/5 dəfə artıb aşağılar. Artıb. 1/5 dəfə artıbdır uşaqlar. Bu 19-cu sualda uşaqlar. Yəqin ki bizə mən bura bir y əlavə eləməliyəm ki bu y-la bu y getsin. Burada da 4x üstü 6 qalsın ki bu 1/50 olsun. Videonun bura kimi uşaqlar. Ümid edirəm ki mövzu sizin üçün anlaşılan şəkildə olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun, növbəti videolarda görüşmək ümidilə.